Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 14 Avqust 2026-cı il. Bal süzümümüz devam edir. Ya Allah. Bismillah. Süper. Allah. Ay maşallah. Ay maşallah. Allah bereket versin buna. Bir tane köstüler bulacağız. Sürpriz hala daldadır. Çek. Ya Allah. Cemil biriyle. Cemil biriyle. Ay. Buna da çıkıyor ne bileyim sen. Oy. Ay ya. Allah bereket versin. Sonra deyirlər ki, dalaq balı. Necəli. Bu da sana dalaq balı. Bax, dalaq balı nə əziyyətlər, nə zülümlər istəyir. Dalaq balına baxın. Möhtəşəm dalaq balı. Bugün 14 Avqust 2026-cı il. Arılara da əziyyət veririk, özümüzə də. Ay maşallah. Ay maşallah. Bak. Burada açıq sürfələr var. Amma yuxarısında 2 kilogramdan çox bal var. Baxın, burada da bütün çərçivələrdə bal və sürfələrdir. Yəni bu arı ailəsi üçün ən azı bir 15 kilogram hal-hazırda burada bal durub. Baxın,
sürfələr və bal yuxarısı. Heç vaxt mən arıların bütün çərçivələrin balını götürüb süzmürəm. Bu arı ailəsini də baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 çərçivədə qaldı. Buna da heç bir yemə, heç bir şərbətə ehtiyac belə yoxdur. Arılar da bu balı indi buradan vuracaqlar, sovuracaqlar və təzədən bu çərçivələrə vuracaqlar dostlar. Bütün qışa tam hazır. Yəni bütün qış boyu paxtalı, soyuq olsa belə bu arı ailəsinə heç nə lazım deyil. Yalnız varroadan təmizləməklə vəssalam. Bitdi.